evdə kişiyə münasibətdə də atanız böyükdür. Ay uşaqlar, atanız yatıb, ata görən nə deyər? Necə deyər? Müdürə deyərəm, müdür fikirləşərdi. Necə deyirsiniz ha? Evdə də elə qadın deməlidir. Atan görən nə deyər? Atandan icazə alaq gərək. İş yerini tərk edə bilirsiniz kefiniz düşəndə. Müdürə demədən. Mənim işim çıxdı, mən getdim mağazaya. Yox. Bizim yasımız var, okey. Özünüz bilin nə tərləyirsiniz, mən getdim. Mütləq müdürə deyirsən, icazə alırsan. Evdə də bu belədir. İndi bunu müzakirə edirlər. Qadın harasa gedəndə izin istəməlidirmi? Yox, mən sənə deyirəm, gedirəm. Öndə işdə də belə eləyin də. Ərzəvi yaz atqına ki, mən getdim. Sizə xəbərdar elədim, çıxdım, getdim. Bəlkə icazə verməyəcəklər. Bax, bu üstünlük məsələsi xoşa gəlməyən bir vəzifə bölgüsü ilə bağlıdır ki, bu həbi yeyə bilmir müasir adam. Ərin ola bilsin ki, deyəcək, getmə. Yeyə biləcəksənmi bunu? Qoymusanmı onu o pedestala ki, sən onun əmrinə tabi olasan? Yoxsa durub gedəcəksən, deyəcək, onda gedirsənsə bir dəfəlik get. İşdən çıxarıram səni, boşanırıq. Onu yeyə biləcəksinizmi? Ona görə mən xoşa gəlməyən sözləri təkrar deməyə məcburam ki, onun pozisiyası üstədir. Bunu qəbul eləməlidir bizim balalarımız.